Və əslində hüquqi dövlətin əsas mahiyyəti məhz bu legallıq və legitimliyin vəhdətinə əsaslanır. Çünki az öncə dediyim kimi bu hüquqi prosedurlar və bu istər hüquqi normasının qəbul edilməsi, istər vəzifəli şəxsin vəzifəyə təyin edilməsi, istər onların səlahiyyətinin dairəsi sanki iki addım kimi irəliləyir. Yəni biri legitimlikdirsə, digəri legallıqdır. Bunlardan biri olmasa sadəcə ən azından axsayar bu prosedurlar. Çünki özlüyündə normativ hüquqi aktın olması hələ o demək deyil ki, bu əsasdır, bu belə deyək, başqa cür ola bilməz. Bununla belə onun legitimlik tərəfi önəmlidir. Və bu legitimlik tərəfi xeyli dərəcədə normativ hüquqi aktların mübahisələndirilə bilən edir. Yəni daha öncəki mən fikirlərimə qayıtmaq istəyirəm və bu barədə də yazmışdım bir də.